Bismillahirrahmanirrahim. Ya eyyühellezîne âmenû izâ nudiye lissalâti min yevmil cum'ati fes'av ilâ zikrillahi ve zerul bey' zâlikum hayrun lekum in kuntum ta'lemûn. Bismillahirrahmanirrahim. Münafıkların bazısı ellerin kulaklarına koyurdular ki koy eşitmeyin Peygamberin sesini. İslam haktır, Peygamber haktır, Kur'an haktır. Niye koymursunuz hakkın sesi cemaatin kulağına çatar? Eğer İslam'ı kabul ediyorsunuz, İslam'ın kanunlarının hamısına iman getirin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel âkibetu lil muttaqin. Vessalatu vesselamu ala seyyidina ve seyyidil murselin. Ebil Qasim Muhammed. وعلى آله الطاهرين سيما بقية الله في الأراضين واللعن الدائم على أعدائهم أجمعين إلى قيام يوم الدين. Ötən həftələrdə deyildi ki, Kur'an'ın insana buyurduğu xitablardan ve mühim xitablarından biri müminlere hitap edir. Ve o xitabların birin Nisa suresinde 136. ayədə oxuduq. Buyurur: Ya eyyuhellezine amenu amenu billah. Ay iman gətirənlər, iman gətirin Allah'a ve Allah nazil eden kitab ve gönderdiği peygambere. Bu ayənin barəsində ərz oldu ki, neçə məna var. Bu ki, möminlərə buyurur, ay iman gətirənlər, iman gətirin. Bir ehtimal və bir məna yadınızdadır ki, dedim, əhli kitabı nəzərdə tutur və onlara deyir, siz ki İslam peyğəmbərinə və Həzrəti Musa və onun Tövratına iman gətiribsiniz, siz o birisi peyğəmbərlərə və onlar gətirən kitablara da vacibdir ki, iman gətirəsiniz. Bu bir məna. İkincisi budur ki, bütün möminləri nəzərdə tutur və onlara xitab edir və deyir, siz ki, İslam və İslamın gətirdiyi qanunlara iman gətiribsiniz və bunlara əqidəz var, bu əqidəni siz özünüzdə möhkəmləşdirin.
Üçüncü ehtimal və məna budur ki, bütün möminlərə xitab edir. Deyir, siz ki, zahirdə İslama iman gətiribsiniz, amma hələ iman sizin ürəklərinizə daxil olmayıb. Siz ki, dildə İslam deyirsiniz və İslamı qəbul edirsiniz, ürəkdə də iman gətirin. Sizin damarlarınızda olan qan, sizin bədənlərinizdə olan hüceyrələrin hamısı iman gətirməlidir. Dildə iman gətirdin, amma ürəkdə iman olmadı, bu imanın xeyri yoxdur. Bu üçüncü məna. Üçüncü mənada bir məsələ gəldi ortalığa. O budur ki, elə bil ki, İslamla imanın fərqi var. İslam bir şeydir, iman başqa şeydir. Və bu sualın cavabında dedim, bəli, İslam bir şeydir və iman da başqa şeydir. İslamla imanın neçə dənə fərqi var? 4 dənə oxumuşuq onlardan. Sizin də yadınızdadır, neçəsi bilmirəm. Mənim dəftərim mənə deyir ki, 4'ünü oxumuşuq onlardan. Biri buyurdu ki, İslam gətirən insanın mümkündür müxtəlif amillərə görə, səbəblərə görə İslam gətirə. Lakin iman ancaq Allah və mənəviyyətdən başqa bir şey mümkündür. İkincisi budur ki, İslam da, iman da, ikisi də budur ki, insanın əqidəsi ola və insanın qəlbinə də, ürəyinə də daxil ola. Lakin bəzi insanların ürəyində möhkəmdir iman, onlar İslamdır, amma onları ki, ürəklərində iman möhkəmdir, onların imanın iman kimin qəbul edirlər. Üçüncüsü buyurdu ki, İslam budur ki, insanın əqidəsi ola. İnsan inana ki, Allah var, Peyğəmbər göndərib, Quran nazil eləyib, biz öləcəyik, öləndən sonra da dirilmək biz üçün şübhəsiz və hətməndir. Yəni, mütləq biz öləndən sonra diriləcəyik. Buna insanın əqidəsi ola. Bu İslamdır. Amma əgər insan bu əqidəsinə əməl eləsə olacaq iman. Hələ nə qədər əməl eləmir, müsəlmandır bu adam. Müsəlmanın faydası nədir? Faydası budur ki, atasından irs ona çatar. Faydası budur ki, əli vursun mındardır. Faydası budur ki, əgər bir heyvanın başını kəssə, ondan yemək olar, mındardır. Faydası budur ki, ondan ailə qurmaq olar, çünki müsəlmandır. Amma əməl yoxdur, ona görə də mömindir bu adam. Bilir Allah var, bilir Peyğəmbər də gəlib, bilir Peyğəmbər də əhkam gətirib özü ilə, amma o əhkama əməl eləmək hələ bunun işidir, hələ girmir o işlərə, hələ qarışmır o işlərə. O adamlar mömin deyirlər, o adamlar müsəlmandılar, amma mömin odur ki, dediyi sözə əməl eləyə. Nə qədər insanın sözündən sonra əməl gəlməyib, o sözün etibarı yoxdur. İnsanın sözün söz eləyən, insanın qovlun qovl eləyən, insanın sözünə etibar verən insanın əməlidir. Nə qədər əməl yoxdur, boş söhbətdir insan danışır. O boş söhbətlərin heç birisinin insana xeyri, faydası yoxdur. Dördüncü fərqi buyurdu ki, dedik iman iki cürdür. Bir iman müstəvdədir, bir iman müstəqərridir. O həftəki bəhsimiz. Müstəvdə o imandır ki, insanın ürəyində hələlik girib, amma bəzən çıxır. Günah eləyəndə o iman çıxır, günahdan sonra tövbə elədin, yenə də o iman qayıdır, gəlir evinə. Amma iman əgər müstəqərr olsa, insanın ürəyinə daxil oldu, day ürəyindən çıxmır. O insanların imanı imandır.
Odur Allah buyurur, ay iman gətirənlər. Yəni ay hələlik iman gətirənlər ki, iman ürəyinizdə əmanət kimin oturub, hərdəm gedir, hərdəm gəlir. Aminu billah, sizin imanınız müstəqər olmalıdır. Yəni iman ürəyinizdən heç vaxt çıxmamalıdır. Bu 4 dənə məna fərq İslamla imana. Bir dənə də fərq artırım, bu bəhsidən yavaş-yavaş keçər. Və o da budur ki, deyir, əgər insan İslama iman gətirir, Allah, Peyğəmbər, Quran gətirən ayələr, Quran gətirən şəriət, əgər insan bunlara iman gətirir, amma Peyğəmbər yerində qoyduğu canişinə, ki Əli əleyhissalamın vilayətidir, əgər o vilayətə iman gətirdi, bunun İslamına iman demək olar və bu adam mömindir. Amma əgər yox, İslami Peyğəmbəri, Quranı qəbul eləyir, lakin Peyğəmbər göstərən vilayət ki Əlinin vilayətidir, onu qəbul eləmir, bu adama mömin demək olmaz, bu adam müsəlmandır. Əgər qoyunun başını kəssə, o qoyundan kabab düzəltsə versə sənə, ye nuş elə. Amma mömindir. Çün Əli əleyhissalamın vilayəti ürəyində yoxdur və hər ürəkdə ona əgər Əlinin vilayəti daxil olmasa, ona mömin deməzlər. Müsəlman deyərlər, amma mömin deməzlər. Bu barədə olan ayələrdən, hədislərdən istifadə eləyək. Bəqərə surəsində 189-cu ayəni belə oxuyuruq. Buyurur, və leysəl birru bi ən tə'tul buyutə min zuhuriha. Yaxşı işdir ki, İnsan istəyir bir binaya daxil olsun, gedə arxadan belə gələ o binaya daxil ola. Buyurur, vəlakinnəl bir mənittəqa. Yaxşı və yaxşılıq budur ki, insanın təqvası ola. Təqvasından sonra buyurur, və'tul buyutə min əbvabiha. Hər binaya istədin daxil olasan, qapıdan daxil ol. İnsan gedib bacadan evə girməz heç vaxt. Evə qapı qoyublar, bina üçün qapı qoyublar